Doktor, bəzən düşünürlər ki, Hashimoto xərçəngə çevrilir. Yəni bu haqqda nə deyə bilərsiniz? Pasiyentin sualına cavab olaraq deyirəm. Bütün xəstəliklər kimi Hashimoto da xərçəng üçün fon xəstəliyidir. Mümbit şəraitdir. Bütün necə ki yazva, eroziya, mədənin xorası xərçəng üçün fon xəstəliyidir. Necə bronxial asma ağciyər üçün fon xəstəliyidir. Necə ki böyrəklərin polikistozu börək etməməzliyi üçün fon xəstəliyidir. Eləcə də Hashimoto qalxana bənzər vəzin xərçəngi üçün, karsinoması üçün fon xəstəliyidir. Amma heç kəs deyə bilməz kimin orqanizmində xərçəng nə vaxt yaranacaq. Amma çevrilməməyin, bəli, necə eləyək çevrilməsin. Dediyim kimi, tərkibində sink, Hashimoto xəstələrdə selen, magnezium, yod, dəmir olan qida maddələrindən yüksək səviyyədə istifadə edək və mənim əzizlərim, insan orqanizmində C vitamini istehsal olunmur. Yəni vitamin C. C vitaminini biz ətrafdan alırıq, qida ilə alırıq. C vitaminini bol-bol qəbul eləmək qalxana bənzər vəzin xərçənginin qarşısını alan ümdə və əvəz olunmaz vasitədir.